gözəlliyi görməyi bacarmaq və gözəl olanı gözəl şəkildə ifadə etməyin adıdır. Daxili ruh, Aha. xarici ruhdan ilham alır. Görünəndə görünməzi görə bilməyə bir sənət deyirik. İslamın gözəlliyə, estetikaya, sənətə baxışı bambaşqadır, fərqlidir, təşviq var orada. Allah gözəldir, gözəlliyi sevər. İslam mədəniyyətinin ana mənbəyi, qaynağı Qurani-Kərim. İslam incəsənətində bünövrə əxlaqdır. Bir məscidi, bir məbədi, bir mədrəsəni yenə İslam mədəniyyəti ərsəyə gətirdi. Gözəl qəlb sahibləri əxlaqən cılızlaşa bilməzlər. Bütün insanlar dinindən, məzhəbindən, irqindən, millətindən fərqli olmadan, fərq qoymadan hamısı Allahın əsəri deyilmi? İmam proqramının növbəti buraxılışı 14 may saat 19:30-da APA TV-nin efirində.